Mən Məsumov İldırım Məsumoğlu 1954-cü sentyabr ayının 14-ü İsmayılı rayonunun Mollayisalı kəndində anadan olmuşam. Hələ orta məktəb 1971-ci ildə bitirib, o zamanki Lenin adına AP'nin Coğrafya Fakültəsinin Gündüz şöbəsinə qəbul olmuşam və 1975-ci ildə oranı bitirib Azərtamlı kənd orta məktəbinə coğrafiya müəllimi göndərilmişəm. Hələ institutda oxuduğum müddətdə mən məşğul olurdum ki, öz mənsub olduğum Hapıt xalqının tarixi ilə və institutda 4-cü kursda oxuyanda bizə toponimika coğrafi adların mənşəyini öyrənən bir elmdir. Və onu keçəndə Qiyasəddin Qeybullayev əslən Quba rayonunun Rustov kəndindən, onlar Tat xalqıdır. Bizə deməli institutda, imtahanda məndən soruşdu. 3 sualımı da danışdım və soruşdu ki, sən Şimali Qafqazda fars dilli xalqlar yaşayır. Mən cavab verdim ki, müəllim, bəli, yaşayır, asetinlər. Xoşuna gəldi və sual verdi ki, sən hardansan? Dedim, İsmayılı rayonundan. Ləzgisən? Dedim, yox. Onda gülümsədi, dedi, sən Hapıt xalqının nümayəndəsisən. Mən əslində deməyə bir qədər çəkindim ki, bəlkə heç bu belə xalqın olduğunu müəllim bilmir, amma sən demə, bu Qiyasəddin müəllim elə bu sahə ilə məşğul olur. Sonradan onun müəllim işlədiyim devirdə Azərbaycan türklərinin təşəkkülü tarixindən kitabını əldə etdim və orada gördüm bizim Hapıtlar haqqında, qədim Albaniyanın 26 xalqı haqqında və ən çox da Hapıt xalqı haqqında orada yazılır ki, qədim Gürcü mənbələrində yazılır ki, eramızdan əvvəl hələ 1-ci, 2-ci əsrlərdə Qafqaz Albaniyası əhalisinin əksəriyyəti Dağıstan dillilərdən, Hapıtlar, Hərlər, Qırızlar, Qərlərdən ibarətdir. Və sonralar mən Hacıtamlı məktəbində 5 il müəllim işləmişəm. Orada mən Azərbaycan müəllimi, Azərbaycan Gəncləri qəzetinə məqalələr yazırdım. Və bu işi davam etdirdim. Onun tarixi haqqında çoxlu faktlar topladım. Və ən yaxşı hallardan biri də o oldu ki, 2010-cu ildə Şəms nəşriyyatında mən Hapıtlılar kitabımı çap elətdirdim. İndi o kitab Axundoğlu'na kitabxanada da var. Bu kitab deməli Amerikadan, Fransadan, Rusiyada, Almaniyadan gələn alimlər çoxları gəldi. Bizim evimizə qonaq gəldi və o kitabları da bağışladım. Demək olar hər yerə yayıldı. Mən bir şey indi təvazökarlıqdan uzaq olsun da deyim mən onu ki, ilk dəfə mən o söhbəti əvvəllər mənə qədər əksəriyyət oxuduğum yerlərdə də yazılır ki, güya Hapıtlar Qırız xalqının dialektidir. Hətta deməli Sıxbala Qırızlı, onun bir Qırızlar və Qırız dili kitabını mən onu tapmışdım, götürmüşdüm, Bakıdan əldə etmişdim. Və orada da yazılırdı ki, Qırızların Hapıt ləhcəsində danışan bir qrupu İsmayılı rayonunda yaşayır. Amma əslində elə deyil. Biz ayrıca xalq ki, mən əvvəldə də qeyd elədim, olmuşuz, amma bizi tədqiq edən, onun tarixini öyrənən, folklorunu öyrənən olmayıb. Sonralar 2019-cu ildə bir Hapıt elləri Azərbaycan dilində sözsüz ki, kitabım çıxdı və 2015-16-cı illərdə isə Qubadan, Hapıt kəndindən Şərəf müəllim ilə biz Hapıt əlifbası, Azərbaycan deməli Latin qrafiki Azərbaycan əlifbası əsasında biz Hapıt əlifbasını yaratdıq. Azərbaycan əlifbasında 32 hərf var, biz isə 43 hərf, 11 hərf artırdı. Ona görə ki, elə hərflər var ki, onlar Azərbaycan dildə onu demək mümkün deyil. Ona görə də, məsələn, mən bir misal göstərə bilərəm. Deyir ki, hara gedirsən, bizim dildə hala çeyiriyor, h hərfidir. Sonra biz uşağa hayəl deyirik. Ona görə də o yenə o h-nın üstünə bir işarə qoydu, h hərfi yarattı. Məsələn, biz inəyin erkək balası öküzə deyirik, hani. Bax, burada da
hərf var. Yəni belə hərfləri biz artırdıq və 2019-cu ildə isə mən siyahı almada bu bizim dövlətimizin, prezidentimizin yaratdığı o şəraitdir ki, siyahı almada mən mavin kimi orada mən cəlb edirdilər. Elə 2019-un sentyabrında mən pensiyaya 65 yaşına qədər pensiyaya çıxdım. Və orada mən mavin kimi fəaliyyət göstərib, orada vardı. Deməli, hər kəsin anketində hardan adı, familiyası, neçənci ildə anadan olub, təhsilinə aşağıdan bir qrafa gəlirdi. Milli etnik mənsubiyyətiniz və mən orada müraciət elədim. Bu işdə mənə kömək edəndə Azərbaycan Elmlər Akademiyası Antropologiya bölməsinin rəhbəri professor, antropologiya elmləri doktoru Əlağa müəllim də kömək elədi. Yəni o da bizim kətdə 3 nəfər alimlə, bizim evdə daha doğrusu, həm kət gəlmişdi, bizdə olublar və o da kömək elədi və biz ayrıca xalq kimi, deməli biz 2 kətdə, Nollay İsaqlı və Hacıyətəmli kəndlərində 4000 nəfərdən biraz artıq Haput dilində danışan Haputlar yaşayır və orada biz qeydiyyatdan keçdik və ayrıca 46 xalq idi ora kimi, 47-ci xalq da biz olduq. İşlədiyim müddətdə 2000, deməli bu kitabları da onun haqqında da deyəcəyəm. Mən 1990-96-cı illər Mollasalı kənd orta məktəbinin direktoru işləmişəm və o zaman da 94-cü ildə keçirilən attestasiyada ali kateqoriyalı coğrafi müəllimi adına da layiq görülmüşəm. Deməli 1800 nəfər İsmaili üzrə müəllim də iştirak edib. Bizim kətdən bir riyaziyyat müəllimi vardı, Abdullahi Məhəmmədəli müəllim. Onda kitabları, mən də mətbuatda çıxışlarım, həmin o məqalələri də yığıb verdim və bizə ali kateqoriyalı mənə coğrafi müəllimi, o müəllimə də riyaziyyat müəllimi adı verildi. Və Haput əlifbasını yaratdıqdan sonra mən 2021-ci ildə 174 səhifəlik Haput elləri, Haput ərə elbi, Haput dilində ellər elə elbi gedir və hər iki dildə yarı Azərbaycan, yarı Haput dilində kitab yazdım. Və 2025-ci ildə Haputlar, Haput ər, yenə onu həmin Haput dilində və hal-hazırda da bu işləri davam etdirirəm. Haqqında Azərbaycanda, demək, ictimai televiziyada, bura vətəndir, sıradan birimiz bir verilişdə, xüsusi bir filmdə çəkilib. İndi də bu işləri davam edirəm, Allah qoysa, bunlar davam etdiriləcək.